Rusiya meydanlarda savaş apardığı kimi elə informasiya cəbhəsində də geri çəkilmir. Kremldə diplomatik gülümsəmə ilə paralel təbliğat maşını bu günlər Azərbaycan cəmiyyəti və onun seçdiyi müstəqil yolu hədəf alıb. Ekspertlər münasibətlərin yaxın zamanda normallaşmasını gözləmir. Rusiya Azərbaycana qarşı informasiya müharibəsini davam etdirir. Moskvanın Ukraynada işğalçı müharibəsində fəallıq göstərən Z blogerləri qrupu Azərbaycana qarşı ikinci cəbhənin açılmasının vacibliyindən, Azərbaycanlıların Rusiyadan kütləvi şəkildə qovulmasından yazır və Kremldən təcili tədbirlər tələb edirlər. Dumanın üzvü Konstantin Zatulin də yine Azərbaycanı hədəf alıb. O deyib ki, Qarabağda baş verən bütün hadisələr nəticəsində Azərbaycan başqa səviyyəyə çatıb və artıq Rusiya ilə münasibətlərdə o qədər də maraqlı deyil. Deputatın fikrincə ölkə rəhbərliyi bundan dərin nəticə çıxarmalıdır. Zatulin həm Azərbaycan, həm də Ermənistan daxilində vəziyyəti gərginləşdirməklə bağlı hədə-qorxu gəlib. Ekspertlər deyir ki, Kreml diplomatik səviyyədə Azərbaycanla münasibətlərin normallaşmasından danışsa da, öz təbliğatçılarına bunun əksini söylətdirir. Burada iki tirəlik müşahidə edilir. Bir tərəfdən konstruktiv diyaloqa meyillilik var, lakin ikinci tərəfdən Azərbaycana qarşı, Azərbaycanlılara qarşı və ələxsus təhdid xarakterli mesajlar verilir. Bu heç bir formada münasibətlərin normallaşmasına gətirib çıxartmır. Ən əsası isə odur ki, artıq dövlətlər arası münasibətlərdə müəyyən çatlar baş verib. Bakıdakı Rus evi və Sputnik Azərbaycan agentliyi ilə bağlı məlum tədbirlər Rusiyanı narahat edib. Lakin münasibətlərin korlanması casus evi və Federal Təhlükəsizlik Xidməti peykinin sökülməsi ilə başlamayıb. Münasibətlərdə gərginliyin səbəbi Rusiya ordusu tərəfindən vurulan Azal təyyarəsi olub. Üstəlik Yekaterinburqda Azərbaycanlılara qarşı vəhşilik münasibətlərin normallaşmasına dair ümidləri daha da azaldıb. Azərbaycan bütün qonşularla, o cümlədən Rusiya ilə normal münasibətlərin tərəfdarıdır. Yəni, bizim Rusiya ilə strateji tərəfdaşlıq bəyanatımız. Amma Rusiya bütün bunları tapdıyaraq Ukrayna ilə müharibə apardığı şəraitdə, Qərb ölkələrlə münasibətlərini korladığı, sanksiyalarla üzləşdiyi şəraitdə qonşu dövlətlər, o cümlədən Azərbaycanla da münasibətləri korlamaqla məşğuldur. Bunun iki tərəfli münasibətləri yaxşı heç nə vəd etmədiyini düşünürəm. Münasibətlərin yaxın zamanda normallaşması gözlənilmir. Ekspertlərin fikrincə hər şey Rusiya tərəfindən asılıdır. Azərbaycanın Rusiyadan tələbləri konkretdir. Düşünürəm ki, ilin sonuna qədər müəyyən mənfi tendensiyaları biz müşahidə edəcəyik. Hal-hazırki dövr yenə də çətin dövrdür. Azərbaycan da öz prinsipial mövqeyidən geri çəkilmir, ən əsas təyyarə məsələsindən. Azərbaycan Rusiya ilə münasibətlərin korlanmasını təşəbbüskarı deyil, amma eyni zamanda münasibətlərin normallaşmasını da məhz bu münasibətləri korlayan tərəf təşəbbüskar olmalıdır. Ekspertlər hesab edir ki, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması yaxınlaşdıqca Rusiyanın həm Bakıya, həm də İrəvana təzyiqləri artacaq. Moskva uzun illər Azərbaycanla Ermənistan arasında münaqişədən şəxsi maraqları üçün istifadə edib. İndi isə Kreml prosesin nəzarətdən çıxdığını və təsir vasitələrini itirdiyini hiss etdikcə təzyiqləri gücləndirməyə çalışır. Lakin bu siyasətin hazırda Ukraynada çətin vəziyyətə düşən Rusiyanı dünyadan daha da təcrid edəcəyi dəqiqdir.